Bismillahirrahmanirrahim. Görəsən biz günahkarlara həqiqətənmi pis yanaşırıq? Yəni bir günahkar insan görəndə ondan uzaq qaçırıq, onu cəmiyyətdən təcrid eləmək istəyirik. Sizcə bu yaxşı bir metoddur yoxsa necə? Biz hələ görməmişik. Xəstəxanaya bir dənə xəstəni gətirəndə həkim desin ki, bunu nəyə gətirmisiniz siz xəstəxanaya? Mən deməmişdim filan şeyi yemə, filan şeyi içmə, nəyə gəlmisən bura? Biz bunu həkimin davranışında görmərik. Xəstəni qəbul eləyər, xəstəyə məsləhətlər verər. Olsun ki, xəstə məsuliyyətsiz yanaşıb, diqqətsiz yanaşıb. Bax, qəlbi xəstə olan insanlara da biz bu cür yanaşmalıyıq. Əgər bir nəfər günah eləyibsə, pis yola düşübsə, ona qarşı rəftarımızı, baxışımızı dəyişməliyik. Olsun ki, sənin bir xoş sözün, gözəl rəftarın onun günahdan çəkinməyinə səbəb olar.